Gəlin sizə 71 manata nə almışam hamısını göstəreyim. Burada çox yaxşı bir şey var ki, evin yanında fitoklub var. Və mən oradan işlətdiyim şampunları gedib rahatlıqla ala bilərəm. Mən bilirsiniz ki, saçımda sədəf var. Bunu işlətdiyimdə çox qəşəng deyil. Hacıqabıda eyni qiymətə alırdım. Bunu isə yeni aldım sınamağa. Türkiyə markasınındır. Görək necə olacaq. Sonra metronun yanından aşağıdan oradan çiyələk aldım. Qiymətə bilmirəm, ancaq marketdən münasib idi. Sonra tut aldım. 3 manata yadımdadır bu. Pomidor aldım. Bunun da qiyməti münasib idi. Sonra ərik aldım. Bu da münasib idi. Xiyarın kilosu isə 1 manataydı. Yəni 2 kilo 3 kilo aldım. Sonra xiyarı dedim, onları götürdüm ki, yer boşalsın burada. Burada qəşəng bazastora təzə çörək pişirirlər. Bir dənə təndir çörəyi. Bir dənə belə qara çörək. Bu da pişirirlər. Sonra 1 kilo pesok aldım. Endirimdəydi, 1 manat 50 qəpəydi deyəsən. Sonra 1 kiloqram qanad, 1 kiloqram bud aldım. Sonra evdə doğağa pişirəcəm, qatıq var, göyərti, tərə aldım, bir də reyhan aldım. Yəni burada heç nəyi boşa xərcləməmişəm də, pulu hamısı lazımlı şeylər almışam. Sonra bu çay belə endirimdəydi, 13 manat neçə qəpiyə aldım. Elə bunun özü ilə o qiymətədə, bunun üstündə hədiyyə idi belə. Sonra bir dənə belə adika, inci bunu sevir. Pendir, pomidorla yeyirlər. Yağ aldım uşaqlara yeməyə. Nadir hallarda yeyirlər. Bir də imsak sasikaları aldım. Belə. Yazın görüm necədir qiymətlər.